Ümumiyyətlə, oturacaqlar bayaq qeyd etdiyim kimi çox rahatdır, idarə olunma əladır. Hal-hazırda sükan, yəni burada bir balaca bucaqların tənzimi lazımdır. Sükan görürsünüz biraz sağa meyillidir. Bu boş şeydir, yəni 20 manatlıq, ortalama maksimum 40 manatlıq bir xərci var. Razval olunmalıdır maşın. Amma gedişatına bir fikir verək. Yəni mühərrik nərildir, aparır. Arxa çəkimli avtomobildir, avtomat transmissiyadadır. Hal-hazırda da yay rejimində idarə olunur. Dönmə bucağı mənə çox belə qəribə dərəcədə heyrətləndirir, çox rahatdır, yəni dönmə bucağı. Volvo təhlükəsizliyi ümumiyyətlə bir marketinq məhsulu deyil. Volvolar həqiqətən də mühəndislər tərəfindən qurulmuş, məhz insan təhlükəsizliyi üçün hazırlanmış bir nəqliyyat vasitəsidir. Və bu təhlükəsizlik